Salam. Salam. Mənə bir tapşırıq verdilər. Mən burada tələbəyəm. Mümkündür ki, mən sizə bir dənə prezentasiya göstərim. Bəli. Bəs kamerada sizin üzvü düşə bilər, kamerada. Olar. Paylaşılacaq sonra. Müasir şəhərin ən böyük problemlərindən biri tıxacdır və bu gün tıxacın səbəbləri və həll yollarına baxacağıq daha doğrusu. Və tıxacın böyük problemlərindən biri, yəni tıxac sadəcə vaxtın çoxalması deyil və bu həm təbiətin kirlənməsi və stresin səbəbidir. Və tıxacın səbəblərindən biri son günlərdə nəqliyyat vasitələrinin çoxluğu və sırf Bakı şəhərində yolların köhnə və dar olmasıdır və son olaraq da sürücülərin qeyri-mədəni davranışlarıdır ki, onlar qeyri-qanuni yerlərdə park edirlər və nəticədə suni tıxac yaranır. Bildim. Və statistikaya da baxsaq, son 5 il ərzində Bakı şəhərinin yolları %20 genişləyib, lakin nəqliyyat vasitələrinin sayı isə %85 artıb. Yəni bu da bizə göstərir ki, balans yoxdur və nəqliyyat vasitələrinin sayı normadan çoxdur. Və tıxacın həll yolları ikiləndir və birinci həll yolu isə ictimai nəqliyyatın genişləndirməsidir. Və belə misal üçün desək, hansısa bir avtobusla bir nəqliyyat vasitəsini müqayisə eləsək, deyə bilərik ki, bir avtobus bərabərdir minimum 40 və maksimum 50 maşına bərabərdir və buna görə də sırf avtobus zolaqlarının sayı çoxalmalıdır, metro şəbəkəsini genişləndirmək lazımdır və sərnişinlər üçün rahat və təmiz nəqliyyat vasitəsi sunmaq lazımdır. Bir avtobus yəni 40-50 minlik maşınları əvəz edə bilər. Bəli. Nəsə bildim. 40-50 minlik yox, yəni 40 və ya 50 dənə maşına bərabərdir bir avtobus. Və ikinci həll yolu isə biraz daha müasir kamera sistemidir və sadəcə müşahidə kameraları deyil, bütün yolda olan tıxacların falan həllini kamera ilə həll etmək olar. Misal üçün yolda əgər hansısa bir bölgədə tıxac çoxdursa və işıqfor orada qırmızıdırsa, kamera görəcək ki, bu hansısa bir bölgədə tıxac maşın sayı çoxdur və həmən reaksiya göstərərək həmin iki bölgənin işıqforunu çevirəcək yaşıla və nəticədə tıxac biraz da daha da yüngülləşəcək. Suni intellekt ilə işləyəcək. Bəli. Və bundan əlavə olaraq isə bizlər biraz mümkün qədər daha çox ictimai nəqliyyatdan istifadə etməliyik və daha qısa məsafələri piyada bir şəkildə getsək daha yaxşı olar və son olaraq isə sürücülər də qaydalara qəti şəkildə riayət etməlidirlər. Hansısa bir sualınız var? Bu maraqlı bir ideyadır, hoşuma gəldi o. Amma sizcə maşınlar Avropa kimi lazım deyil zəmin eləmək, əvəz eləmək? Velosipedlə, bilmirəm, samokatla, o daha kompakt. O da yaxşı bir həll yoludur, lakin sırf bizim ölkə üçün, yəni bizim cəmiyyət üçün velosiped yəni daha az realdır deyə, ona görə bu səbəblər daha məqsədə uyğundur məncə. Başa düşdüm. Çox sağ olun. Salam. Mənim tapşırıq verdilər dərsdən və istəməm bir dənə prezentasiya göstərməliyəm. Mümkündür ki, sizin kameradan sizə çəkək və paylaşın. Vaxtım yoxdur. Heç cür alınmır. Prezentasiya edeyim bir dənə.